Xeyir qızlar, necəsiz? Belə bir soğan doğramışam, xırda-xırda. İndi bundan çəkəcəm. Siz rafıl məhsullarını istifadə edirsiniz, yoxsa yox? Bu firmanın məhsullarını mən çox bəyənirəm həqiqətən də. Yəni bu reklam falan deyil, ancaq çox yaxşıdır. Və toyuğu da belə xırda-xırda doğramışam. İndi onu da nə deyirlər buna? Ondan keçirdəcəm option. Bilirsiniz, iş yaxınlaşır və iş yaxınlaşsa o demək ki, artıq mən evdə hazır yeməklər saxlamalıyam, yoxsa çatdırmıram. Burada da ətim var. Soğanım çox azdır. Görün, bəlkəm doğrulu göndərdim. Yenə soğan olsun. Ətlə də qarışdırım. Biraz bundan kotlet eləyim istəyirəm. Biraz da elə toyuq ətindən kotlet eləyim. Hazır yığım rezinika. Görüm, kiftə eləsəm, kiftə də bəlkə elədim. Prosta kiftələrim mənim həmişə açılır. Bilmirəm, niyə elə olur. Otaqlarımızı yığışdırmışam. Torul bayaqdan dayanıb burada ki, mən də göstər ana. Bu da toruldu, baxın qızlar. Alıb, dərslərini alıb əlinə, taymerində götürüb gəlib ki, ana dərs oxuyacam, sən də mənim yanımda otur. Hə, otur. Və bundan nerede oturacağım? Və bundan nerede oturacağım? O taymerdə çevrəsənə. Vaxtımı onun tənzim deyəcəksən, mənim gözəl balam. Hə, otur. Kitabımız qoyaq. Bu qədər yazacağız. Hə, bunu bükmüşəm, qoymuşam bişməyə. Axşama bu bişsin. Və ekstradan nələr elədim, gəlin sizə göstəreyim. Burada kotletlərim var, toyuq kotletlərim. Elədim, atdım ki, qalsın buzluqda. İşlərin qaydanda mənə tez-tez lazım olur və kiftələr eləmişəm. Düzdür, bunu hər dəfə eləyə bilmirəm. Amma eləsəm çox yaxşı olar. Burada südlərimdir. Zayından gələndə süd gətirmişdim. Təzə gəlinimizin maması vermişdi, o südlərdir. Həmin o südləri yudum neydi ayvaz? Sistemim çöktü. Pişirdim, neysə, axır onları xırda belə bankalara tökmüşəm, butulkalara. Burada da balaca şeylərim var. Nədir adı? Pindirim. Pindiri çünki mən çox qoyanda əlavədə xarab olur. Və burada da şorlar var. Şor da var, pendir də var. Şimdi hərəsini belə xırda yığmışam. Bir dənə bu ətim qalıbdı. Bir də bu deyəsin toyuq olmalıdır. Bu toyuqdur ya da ördək. Yox, toyuqdur deyil, toyuqdur. Bu toyuqdur, ətdir və bu qoyun əti olmalıdır. Kənddən yanında qaynatan gələndə qaynatan vermişdim. Daha doğrusu baldızımın baldızından kəsilmişdim. Bu da ördəkdir, çöl ördəyi. Heç sevmirəm. Onu da tutuşdum ay bacı buraları. Onu da kənddən gələndə baldızım vermişdi. Yoldaşım yesin deyə. Yoldaşım da ki, daşın yumqat nə var, hamısını üzdür. Amma mən heç sevmirəm, ona görə də pişirməmişəm. Bura təmizlənməlidir, Allah. Gözüm açıb inansız. Bəlkə elə sizinlə danışa buranı silim. Necə baxırsınız? Davam eləyək, buraları silək. Elə sizlə danışa bunu da aradan çıxardım dedim. Çünki hər şeyə ayrı zaman ayıranda inans ki, çatdırmıram həqiqətən də. Yəni, yadımdan çıxır, ya da görürsən ki, başım qarşı olur, işim çox olur, qalır. Ona görə elə danışa buranı da silim, çıxsın aradan. Nəm safetkalarına, slipin safetkalarına silirəm, çünki bu daha rahatdır. Həm şeydir, nə deyirlər ona, təmizdir də. Yəni, siz ümid edirəm ki, mən başa düşürsün. Arada mən danışa bilmirəm. Nitqim tutulur. Niyə elə oluram, onu da bilmirəm. Buraları belə silək, təmizləyək. Bu çox ehtimal ki, əti gətirəndə, rayonun gələndə şey olmuşdu, yumuşalmışdı. Elə həminki gün klokka qoya bilmədim. Elə də qoydum xaladenika. Çox ehtimal ki, onun qanıdı yayılmışdı bura. Çox, məncə təmizləndi. Yaxşıdır indi. Yuxarısı da belədir, normaldır. Bunları da hələlik qoyaq. Bu qoyun quyruğudur. Bunu da istifadə edirəm arada. Bunlar da qalsın belə. O birisləri də buzluğa, tam buzlayandan sonra dəyişəcəm şeyini. Nə deyirsiz ona? Qablarına qoyacam, yəni plastik qablara. Və keçək ev işlərini davam edək. Bunu atım zibilə. Şamdır və gedirik torlu fizioterapiya aparmağa. Aparaq fizioterapiya üzrə həkim necə bir iş görür. Burası sarayın yoludur. Gedirik, hara gedirik biz saraya. Sarayın içində bir yer var, oraya gedirik. Sağlamlıq yolunda addım. Zulum çəkirik sağlamlıq yolunda.
Burayda belə bir ev. Bak parmakların ucu, bak parmakların ucu. Ucu. Parmakların ucu. He. Gel. Ayak, he. Ayağını böyle bükme böyle. Düz sakla ayakları, mıh gibi. Geç bura. Yo yo, üzül mənə sarı. Belə, bu tərəfə, indi bu tərəfə, bu istiqaməti əksinədir. Aha. Bütün əzələ qrupları işləsin. Hə, belə. Ha? Qulaq as mənə, birincidən başla, arxası qaldı. Arxada qaldı ya, arxadakı. Arxa qaldı. Oranı deyir bax, arxada şeylər Sıranı var, deyirəm, sıra. qaldı, keç ora. Hı. Hə, dabanla. Yo, daban. Taban harada? Daban. Hə, bax elə. Onun üstündən Aha, gəz. gəl. Gəl, dünən bundan yaxşı idi dedim ana. Uşaqlar ananı görəndə həmişə, daban. Üstünə vur. Qabağa, ortaya vur, indi. Ay sağ, taxtaya çıxartmayacağım səni, qorxma. Vay elə plasmasın üstündə elə. Parmağı vur. İndi türk dilinə. Öz dilimiz yaddan çıxıb valla. Ben özüm de Rus diliyəm. İkinci Rus dili. Kölə. Aha. Sol ayağım. Aha. Bax elə. Əla. Birdən. Ayağın ortasında olmalıdır. Ayağı burada ora. Hə, taxta ayağın ortasında olmalıdır. Gəl indi mənə. Var kölə. Parmaklar çölə baxır. Bu tərəfə çölə. Yox, elə yox. Çaşdı uşaq. Yoruldu. Parmaklarını bu tərəfə elə. Bax belə. Hə. Ay sağ, o bir ayağı da elə. Ay sağ ol, bax. Bir də təzən qayıt. Qayıt elə bu balaca taxta ilə qayıt. Buradan qayıt da. Yaxşı, elə. Belə də olar. Təzdən. Yox, yenə başladım. Çölə. O kəndirbazda elə ayı kimi gəzdirsin. Ayağı çölə ver də. Ata yox, belə. Vur ayağı. O tərəfə də Belə, əks istiqamətdə. Tabağımı çalış qoy yerə. Çön, qayıt yerə, yaxşı get. Get axıra kimi. Tabanı qoy yerə. Taban yerdə qolsun. Ay sal, bax elə. Hə, taban yerdə. O topuqdur, barmağın ucunda. Mənə bax. Doğrul, mənə bax. Müəllimə bax. Bax belə, qaldırır, parmaqların ucundan qalx, gəz. Ay sağ, bax belə, gəl. İndi mənə sarı. Belə, bir də. Yaxşı. İndi qoy taxtanın çiyinin üstünə. Taban. Sən mənə nə oldu, hə? Tormozlarımıza, buna görə qorxmusan, ha? Gəl, taban. Düz. Tabanların üstünə, bir də. Hə, bax elə. Əla. İndi taxtanı bax belə tut, bax belə, qoltuğun altına qoy. Belə, bax belə, içəri eləmə, bax belə. Gəl. Çön. Bax mənə. Görsən, sən belə eləyir, bax sən belə yeriyirsən. Belə yox, bax, belə lazım. Düz, ayaqları düz saxla. Ayaqları düz, belə yox, belə. Hə, bir getdik. Ayaqları yaxın tut da, elə bir ayaq olması kimi ayağımızın ayaqları yıxılırsan o yönə görə. Hə, bax elə, gəl üzüm mənə sarı birdən. Əla, indi popun üstünə sal taxtanı. Belə sal. İndi ayaqları biraz arala, bax belə. Gəl. Gəl görək. Çün baxım. Yo. Biraz aralı qoy ki, dizlər yaxınlaşsın. Sən ayı balası ki, belə niyə eləyirsən? Düz yeridə. Müəllimə nə deyir, onu elə. Belə. Ya mamayı qoymayacağım sabah gəlsin. Sən mamanın yanında lap dərli eləyirsən. Də eləyirsən. Sən dünən belə eləmədin axı. Dünən yaxşı idman eləyirsən. Sən bir dərli eləyirsən. Doğru ol.
Gel buraya bak. Ayaklarını verirsen hem dizlerim yakınlaşır birbirine. Var mı? Ayaklarım necə dikir? Dizler yapışır biraz birbirine. He, gel. Get. Çətindir. Nasıl var lan öyle? Get ana qulaq. Yavaş yavaş. Asta-asta da olsa get. Evet. Çörək götür bir dənə. Əvvəla boş şeylərdə onlara baxma. Bir dənə çörək. Yoxsa bunu götürək. Sabah götürüm, heç yeyilmir demiyorlar. Hangi çörəkdən götürüyor? Nə? Belə. Buna. Bu kəsilmiş çörəkdir, rahat olmur. Tut bunu. Çörəkdən tutma, kağızından tut. Sonra nə götürək qızlar? Başqa nə götürəcəkdik torun? Soda, bizə dedilər soda, su içmək lazım. Gəldi. Demədim sənə çörək əlvi vurma. 50 dənə yerə əl vurmuşsan. Hələ yuyulmayıb əlin. Nə? Get də qabağa get. Get bir dənə adi su götürək. Hay. Ha, nə ay? Adi su götürüyor. Bundan götürək bir dənə. Bir tane değil ben şey. Adi suyundan neyi yapıyorum? Və nə istəyirsən? Var. Tez elə ata çöldə gözləyir. Bir dənə sadə su. Götürdük mü? Götür yaxşı. Elə olsun ki, dədən deyinməsin. Çıpıs Atan aldım. çipsini görəndə nə deyəcəksən? Axşam alışverişimizi açaq görək nələr almışıq. Getdik torlar həkim apardı. Gəldik. 10 dənə yumurta almışıq həkim xaladan. Birini 40 qəpikdən satır biləsiniz. Həyətinin yumurtası sarayda qalır. Deyirəm saray yumurtası üçün çox baha deyil, sadəcə 40 qəpik. Belə bir dənə tuvalet kağızı almışıq. Salfetka, bunları Almarketdən almışıq. Bizə ən yaxın market Almarket. Almarketin burada reklamı ola bilərdi. 3 dənə belə bir şirniyyat almışıq. Birazdan çay içməyə. Çayın içində heç zat yoxdur. Çıpısı, leys. Nədir? Köpek açtın. Yəni belə su almışıq 1 litr içməyə. Sabah səhərdən şunqadır bunu içəcəyik. Bir dənə də çörək. Gedək hazırlaşaq yeməyə. Birinci gedək əynivi dəyiş bala. Yeri. Ye. Gedək əynivi dəyiş yeyərsən. Burada istemem ayakları. Ayna qurban, yemək yeyirik. Sabahınız xeyir olsun qızlar. Biz gedirik asan xidmətə. Biznesimizin ilk addımını atmağa gedirik. Bəli. Bu qız artıq biznes qurmağa niyyət edibdir. Görək qismət olacaqmı? Gedək görək nə deyirlər, nələr lazımdır, nə təhlükəsi var. Həm də yürüyüş eləyəcəyik o oğlanla, çünki hava Bak istidir. kitap okudu. Düzdür, havanın belə son gündə isinməyi mənə təsir edir. Çünki bu qədər vaxt isinməyib, cavab mən işə çıxan vaxtımda isinir. Çıx. Sana da yapmışız da. Hem de biz kitap okuyacağız. Həm də biz parkda kitab oxuyacağıq. Bəli, oturacaq kitaba da açacaq ama bir kitaba. Minlər kitab koymuyoruz. Bəli, düzdür. Çıx, gəl. Əkiş belə. Mışıq yürüyüşə. Toğrul. Toğrul da deyirəm, sumka vermir mənə. Əlimizdə olan xırda 5 qəpiklər vardı, neçə vaxtda yığılırdı üst-üstə. Getdik ona bir dənə su aldıq. Если yolda su istəsək, o sudan istifadə edək. Və indi də gəzirik. Yürüyüş yapıyoruz. Nəyin üstünə? Üstüne bu tepesinde mi? O nereden aldın? Sumkandaydı. Gel. Yolumuz uzundur. Ağ bina görsə bax ora gedirik. Asan xidmətdir ora. Bura bir restorandır. Açılışı deyəsən olub, amma bilmirəm nə vaxt olub. Yoxsa olub mu, olmayıb mu dəqiq bilmirəm. Biz yolun yarısındayıq. Toğrul bəy axırçı sumkasını verdi.
Yaxındır hələ. Yaxın deyil, 15 metr uzaqlıqda. Bu da animasyon hərfdir bu. Nə? Bu. E, E, A, I, Ü, Ö. Ö, sonra Ü. Ha. Onlar nədir? E, Nədir onlar? ha? İncə saatdir. İncə. Sən indicə oxuyan uşaqsan, yolda da dərs E, oxumuşsan. I, A, I, Parka çıxmışıq, parkda dərs oxuyub gedirdik. E, Gəldik, çıxdıq, axırki asan xidmətin yanına. Lə, lə, lə. Torul da zamplasındadır, heç vecinə də deyil. Görək bu günləri işlərimizi rahat yekunlaşdıra biləcəyikmi? Bu gün arasında işimiz çoxdur, bazara da getməliyəm. Sonra anamın adı gün gəlir qabaqdan ona hədiyyə A almalıyam. hərfi ilə başlayan söz nədir ki? Bilmirəm. Bir baxıb deyərdim. Gəlmişik asan xidmətdəyik. İşlərimizin həll eləməyə çalışırıq. Birini soruşdum, qaldı o birisini ərzə yazdım. İşlərimizi həll edə bilməmişik hələ. Oturmuşuq burada. Torul və özü üçün oynasın deyə. Uşaq olmağına var edirəm. 5 dəqiqəyə əylənə bilir uşaq. Biz amma deməli soruşmuşam qızlar. Böyün asdırmağa, daha doğrusu böyünü davamlı istifadə etməyə nə qədər rasxod demişəm. Davamlı istifadə eləmək təbii ki. İndi görək nə olacaq. Günləri 2 dəfə mağazaya gedib gəlmişik. Pomidor almışam. Çünki xaçlama eləmək istəyirəm. Və banan almışam. Torul hər şey hazırlıqdadır. Gəlsin, sonra o vaxta qədər mən də yeməyi bişirə bilsəm. İnşallah. Bu 4 dənə pomidora nə qədər vermişəm gözləyin deyirəm sizə. 1 manat 13 qəpik. Yaxşıdır əslində, çox da baha deyil. Amma kilosu 5 manat qəpik də biləsiz. Və burada xaçlama eləyirəm. Hər zamanki kimi də bura yenə dağınıqdır. Mən yoruldum Allah'ın olsun. Nə qədər ev işi qutarmıram. Böyle zülüm olar. Paltarlarım da orada mən gözləyirdim. Bir yeməyə atım üstə. Sonra başlayayım bunları asmağa. Deməli qızlar, mənim sevmədiyim 3-5 şey var ki, bunlardan ən əsası dağınıq evdir. Mən çox səbirsiz insanım həqiqətən də. Yəni ev dağınıq oldusa bütün qanım itqan olur. Normalda hər dəfə özümü tərbiyə etməyə çalışıram ki, eş olsun da nə olacaq? Yəni məcburdur üzrə zülm eləyirsən deyə. Amma bacarmıram. Əsəb keçirdirəm. Bütün günümü ora həsr edəsəm də, yorulsam da, özümə vaxt ayıra bilməsəm də mütləq evi təmizləməyə çalışıram. Nəysə, indi də torulu bağçaya qoymuşam. Bağça nə qaybac? Hazırlığa qoymuşam. Dedim, elə hazırlıqdaykən bu kartof soğanı da yığım. Paltarlarda asım. Biraz da sizlə söhbət edeyim. Və bayaqları həyətdə nə oldu? Həyət doldu itlə. Uşağın biri skuter sürə-sürə gələsən. İlk də cumdu üstünə. Ümumiyyətlə hərəkət eləyir, nəsə görəndə cumur axı. Maşınların falan da üstünə fikir vermişsə, itlər cumur. Uşaq da özünü itirdi, yıxıldı. Yaxşı anası yanındaydı da. Uşağı götürdü yerdən. Biraz iti qovaladı, elədi. Ümumiyyətlə bizim bu son vaxtlar həyatda o qədər it çıxır ortaya. Zəhləm də itdən gedir də, inarsan. Bu dünyada deyir, kökü kəsləsi bir canlı desələr, mən it deyərdim. Məmnuniyyətlə, yəni itlərin kökünü kəsilməyini istəyərəm. Ümumiyyətlə dünyada bir də it olmasın deyərdim. O qədər zəhləm gedir ki itdən. Amma ki, təəssüf olsun, neynəmək olar? Həyatımızda varlar. Ona görə uşağı gərək nəzarətsiz buraxmayasan. Həqiqətən də nəzarətsiz qalsa Allah uzaq eləsin. Hər an, hər dəqiqə neysə ola bilər də. Yeməyim də burada pişir. Əslində bunu fikirləşirdim ki, soğuz fason bir şey eləyərəm, sulu olsun. Sonra baxdım ki, qoyun ətidir. Ona görə heç qoyun ətinə əziyyət çəkib soğuz eləməyin mənası yoxdur. Getdim pomidor aldım və onu elədim xaşlama. Xaşlama, buğlama, hər nə deyirsə. Burada mənim güllərimə baxın, görün necə gözəldir, qəşəkdir. Düz qabağı biraz quruyub. Buna da əl vurursan, belə tökülür. O günlərdə torul bir dənəsini qopardı buradan. Deyirəm, ay balam, niyə vəhşilik eləyirsən? Niyə qopardırsan? Bu yazıq səni neynir? Ay onu, mən eləmirəm, özü düşür. Neysə, torulla yaşayırıq, yaşamırıq daha doğrusu, yaşlanırıq, zülüm verir hayasız. İndi hazırlıqdan da götürüb mağazaya aparmalıyam. Bu da mənim orxideyim, yazıq pəncərə arxasında qaldı. Qisməti gətirmədi. Gedim görüm ona torpaq almaq, çöldə yadıma düşsə,
torpaq alıb gətirib onun qabını dəyişəcəm. Sonra onu bir gün üzünə çıxardım. Mənim yazıq həyat yoldaşım ona düz 50 manat idi, 45 manat deyəsən verdi. Aldı ki, Aysel orxideya sevir. Aysel də qoydu, pəncərənin arxasında qaldı. Dayana bilmir stolun üstündə. Neyse, telefonumuzu ayırtkaya qoyum. Paltarları asım, bacım. Əsas məsələ. Otaqları yığışdırmışam. Səhər tezdən duran kimi yığışdırıram özdə. Ən yaxşısı odur, çünki sonradan həvəsi qalmır. İlk davam edir işlərimizə. Mən kofe düzəldirəm. Belə bir kofe almışam. Bunları mən çox sevirəm. Rahat olur da, yəni praktik. Mən hamısını əlavə edirəm, ancaq bu üstündəkini işlətmirəm, çünki xoşuma gəlmir. Bəzən deyirlər ki, bunun yarısı da bəs eləyir, ancaq mənə bəs eləmir. Nəysə, ürəyim götürmür. Deyirəm, mütləq hamısını qutarmalıyam onun. Və kofemizi düzəldək, gedək. Bir dənə videom var, istəyirəm onu editləyib Instagrama yollayım. Sonra isə gedim toğrulub götürüm hazırlıqdan. Çünki hazırlığın qurtarmağına az qalıbdı. Həyətdə də o it məsələsindən sonra qorxuram həyətdə tək fırlanmağına. Neyse, bunu aparaq özümüzdən orada davam edərik qızlar. Toğrulun burada yemədiyi, yarımçıq qoyduğu bir keksi var. Deyirəm, bəlkə bunu aparım yeyim. Keks deyəndə nə deyirlər buna? Kruasan. Heyətli kruasandan. Bunu da getdik video editləməyə. Instagramla çox məşğul ola bilmirəm. YouTube-la daha maraqlıyam, nəinki Instagramla. Bu isə bizim bagajda və içsin qapının ağzındadır. Və qızlar, bayaq Asan xidmətdən gələndən sonra yuxu məni necə basmışdısa, burada bu ədyalı atdım üstümə. 1 saat yatmışam, kesintisiz tuşlar demiş. Yuxuda da pişik saç görmüşəm. İndi də ki, Toğrula burada dolma yedizdirmişdim. Bankasını qoyub burada, xatirə qoyub bankasını dolmadan. Qızlar, gedirəm, indi Toğrulu götürəm. Yeməyim bişdi, altını söndürdüm. Özümlə banan götürmüşəm. Bu bəydə-daşın qarnı tox olsun deyə. Ayaqqabımı giyinim, qaçım. Götürdüm bu balaca kişini, aparam indi bazara. Ayaqqabısının içliyini alım. Çıxart. Ayaqqabı içliyinə... Çıxart da. Çıxartmırsan. İtlərə xof gəlir. Bu dəqiqə işləyəcəklər, dincələcək. Bankomatdan, maaşdan qalan son pulu çəkdik. Ağza burnuna bax. 2 dənəsinə cəm baxdıq. Birisində olmadı, amma ikincisində oldu. Pulumuz oldu. Pulumuz oldu. Gəl ağzı da sil. Salfetka verim bura. Bir dəfə qoy tapayım. Gəl bu salfetkadan çıxart bir dənəsini. Minicikdir bu şey. Minicikdir, hə, ver bunu mənə. Siblimizi. Ortasından çıxart. Yerə atmaq olmaz. Sivil qabı taparıq, ora atarıq. Of, qızlar. Toğrulla hərəkət etmək çox çətindir, yəni biləsiniz. Elə də rahat uşaq deyil, insanı bezdirir. Gün ərzində 1-2 dəfə şapalaq yeyir. Öz başına dinç durmur. Ağzımın burasını da sil, burası da batıqdır. Aşağısını ye, aşağısını. Və 20 dollar pulum var. İndi gedirəm bankda onu xırdalayam, çünki pula ihtiyacım var. Param bitdi. Mən eləyə biləm. Mən. Nəyi? Mən elə. Nəyi sən eləyəsən? Gözdə zibillərimizi götürək. Getdik bankomatda pulumuzu dəyişdik. 20 dollar çox pulumuz vardı. Getdik 10 dolları manata keçirdik. İndi sonra getdim tətbiqi də düzəltdirdim bu arada. Mənim ABB tətbiqim çoxdan işləmirdi. İstifadə edə bilmirdim. Orada bir xanıma keçən demişdim. Demiş ki, əməliyyata görədir. Üst tanıma alınmır. Amma digər xanım düzəltdi onu, sağ olsun. Bu günləri düzəltdirdim yəni. Canım qutardı ondan, vəsiqə dəyişməyə də ehtiyacım yoxdur. İndi isə gedirik hara? Bazar tərəfə. Gedək bazardan bunun ayaqqabısının içliyini alaq. İçliyini yox, daha doğrusu içliyini almışıq. Ayaqqabısının özünü alaq. Sonra... Mən də bazardayım. Sabaha mama şamını adı gündür, görək nə tapırıq ona. Mama şu şimdi. Nənənin. Nənənin. Allah. Nənənin. Mən dayımın hakim olmuşdu. İndi Nəmin çeşdi, amma telefon xarabdanırdı Nəmin. Tutamırsan da. Ona telefon al, telefon. Ən qəşəngçidir. Telefonu Aysel alsın, sən xarab elə. Telefon ucuz öyle. Neyse qızlar belə. Sağ biləməyəcəm. Gedək görək nə tapırıq, nə edirik. Qurban da sözümü deyim. Baba mənim baxsamdı, çünki əvvəllər mən burada idim. Xoşuma gəldi, kəşke burada gəlsəydim. Bir dərs də yox, bir şey də yox.
Canı qurtarmışdı. Onda sən uşaq idin. Ne olmuş Onda bu sən ki? balacaydın. Hələ təzə dünyaya gəlmişdin. Təzə bağça tanıyırdın. Ben hele elem. Ya ben Toğrulun 5 bağçasıdır bura. yaşındaydım. 5 yaşındaydım. Toru balacaqdan bu bağçaya gəlib. Ta 5 yaşında. 5 yaşına kimi. Onda bacarmıştım. 5 yaşında çıxardıb atdılar ki, sobun bağça dövrü qutardı. Getmə, hara gelirsən? Gəl. İndi məktəbə getməlidir, uşaq məktəbə getmək istəmir. Şimdi attım özüm aşağı. Anasını da çərədib, özünü də bezdiribdi həyatda. Mişik nənəmiz gilləyi pasatka edirik. Torun tualetə ehtiyacı var. Gəlmişik ona görə bura. Birazdan düşəcəyik bazar tərəfə. Deməli qızlar, annem gildəyəm. Qutqamın burasına baxın. Nə gündədir. Deyirəm ki, qurumuzu gəldim, burada qalmış. Şişlənibdir, tamam idi. Nəm salfetkayla silirəm. Bu dəqiqə başqa variantım yoxdur. Siz daha yaxşı variant bilirsinizsə yazın. Bəlkə o variantı yoxlayarım, daha kirlənməz bura. Bezmişəm, nansız buranın kananesini silməkdən. Yok. Silirəm, 2 gündən sonra yenə batır. Sildi. Neyse, bunu silim. Sonra gedək. Getmiyor. İnşallah gedək, görək bazarda nə tapırıq, nə yiyik, nə qoyuruq, nə götürürük. Bunun da aslına bakın. Böyle. Sök, təmiz oldu da məncə yaxşıdır. Böyle, böyle oldu. Neçə gün belə gedər, neçə saat belə gedər, bilmirəm. Baxır, indiki vəziyyətdə təmizdir. Mənim kaşokum sənin sumkanda. Zatkamızı elədik və gedirik bazara istiqamətdə. Mənim uşağım düşüb. Ha deyirsən ki, Torul özü dincə apar, yoxdur. Ezrəndədir. Qışqırmacama düşdür. Yavaş, qaçma, yola qaçma, maşın gələr. Qaçma, maşın gələr. Cəqabın karvanının adam elə salamı keçənlər. Buradan aparat axtarırıq, padvalda tapmadıq. İndi gedək bunun ayaqqabısını alaq, sonra gedək mağazalara, işıqda zada baxaq. Qaçma. Beyin ayaqqabısını aldıq, bundakı ayaqqabıdır. İndi gəlmişəm, görək meyvə qurudan aparat tapıram, yoxsa yox. Mahnıya görə çıxmaq istəmir buradan. Gəncliyimin mahnısıdır bu. Çıx da. Niyə açılmır? Şu açılmır. Gecə də indi kontaktda da baxın. Telefon bak, kaç an değil babamda. Telefon. Honor'un reklamı. Gəl. Doca itə bax, ana qurban. Ağzın bağlıdır, yoxsa yox. Gəl. Göndərmişəm atası ilə, özüm də öz vlogumu baxıram. Çay içirəm, analiz eləyirəm, nəyi səhv eləyirəm, nəyi düz eləyirəm deyə vloglarda. Orada da pərdəmiz çıxıb, görəsən onu kim cəlvəz etib fikirləşirəm.